54-cü suala baxırıq. Bir klaviaturadan 13 daxil olunmuşdur. A dəyişəninə mənimsətmişəm 13-ü. Int input mənə icazə verir ki, deməyə bu A-ya mənimsətdiyim necə tipdir? Int tipidir, tam ədəd tipidir, düzdür? Sonra deyirəm ki, if əgər 13-ün 10-a bölünməsindən yox, 13-ün 10-a bölünməsindən, yox, ona deyil. 13 böyüdür mü ondan? Deyirsən, hə, true. Eyni zamanda 13-ü 2-yə böləndə sənə 0 verir. Ümumiyyətlə bu yazılış bizə cüt ədədlər verir uşaqlar. Cüt ədəddir bu. Yadınızda qalsın. Hayır. Yəni 13-ü 2-yə böləndə qalıq 0 vermir də. Deməli mən bir tərəfim true, bir tərəfim false-dursa, biz qeyd eləmişdik ki, and o deməkdir ki, true olmalıdır ki, mən bir dənə burada true alım da. Ona görə də bu mənim üçün yanlışdır. If-i mən, yəni burada doğru götürmürəm. Doğru götürmədiyim üçün mən onun gövdəsini də görmürəm. If-in altında elifə gəlirəm. Deyirəm ki, 13-ün 5-ə bölünməsindən alınan qalıq. Necədir uşaqlar? 3. 3 böyüdürmü birdən? Hə. Hər dediyimiz üçün 13-ü 2-yə vuranda neçə eləyəcək? 26. Düzdür? Bəli. If-in altında elifi görmürəm. Else-ni də görmürəm. Gəlirəm bura. 26-nı eləyəcəm ən sonda. Olar Nurcan, olar. 26-nı vuracam 2-yə. Neçə eləyəcək? 52 B variantı. Aydındır. Başa düşməyən var uşaqlar? Aydın. Tamam. Hamıya aydınlıqsa əla.